ABŞ prezidenti Donald Trump Çin Xalq Respublikasının sədri Si Jinpinglə telefon danışığı zamanı Tayvana Amerika silahlarının tədarükü məsələsini müzakirə edib. Trump həmçinin yaxın gələcəkdə bu məsələ ilə bağlı qərar vermək niyyətində olduğunu bildirib. Maraqlıdır. Trumpın Tayvanla bağlı qərarı nə ola bilər? Məsələ ilə bağlı Today Press TV-yə danışan politoloq Fəqani Məhərrəmli hazırda yeni dünya nizamı haqqında geniş müzakirələr aparıldığını diqqətə çatdırıb. Stat: Bu nizamın əsas tərəflərinin ABŞ və Çin olacağı da bildirilir. Bu kontekstdə Trump ilə Si Jinping arasında baş tutan telefon danışığı dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Rəsmi məlumatlara görə telefon danışığında bir sıra iki tərəfli və qlobal məsələlər müzakirə olunub. Çin rəhbəri açıq şəkildə Trumpın diqqətinə çatdırıb ki, Tayvan Çinin ərazisinin ayrılmaz hissəsidir və Çin dövləti suverenliyini, eləcə də ərazi bütövlüyünü bərpa etməkdə qətiyyətlidir. Eyni zamanda rəsmi Pekin ABŞ silahlarının adaya tədarükünün dayandırılmasını tələb edib. Statın sonu. Ekspertin fikrincə iki super güc liderinin telefon danışığında İran məsələsi də ciddi şəkildə müzakirə olunub. Stat: Belə ki, ABŞ Çindən neft idxalını İrandan deyil, Venezueladan həyata keçirməsini istəyir. Artıq Hindistan Trumpın bu istəyini yerinə yetirib və tələbatını Rusiyadan deyil, Venezueladan qarşılamaq qərarı verib. Çinin də yaxın zamanda İran neftini Venezuela nefti ilə əvəzləyəcəyi gözlənilir. Statın sonu. Lakin maraqlı məqam budur ki, bu nəyin müqabilində baş verə bilər? Fəqani Məhərrəmli bunu da izah edib. Onun qənaətincə, ABŞ və Çinin ver Tayvanı al İranı prinsipi əsasında anlaşmaya gəlməsi də mümkündür. Əgər bu baş verərsə, yaxın gələcəkdə Tayvan və İran ətrafında yeni hadisələrin şahidi olacağıq.